Nəfəs haqqında bunları bilirdiniz. Cəmi 15 yaşında ailə həyatı quran və 2 övlad anası olan bu müğənni necə oldu ki, illər sonra milyonlarla dinlənən sənətçiyə çevrildi? Akşin Fatehlə münasibətləri niyə pozulmuşdu? Nəfəs həqiqətən Akşinin sayəsində məşhurlaşmışdı, yoxsa bütün uğurunu özü qazanmışdı? 270 min manatlıq villa, 250 min manatlıq bağ, atasını erkən yaşda itirməsi, uğursuz evliliyi, 2 övladı və illərdir bitməyən tənqidlər. Bütün bunların fonunda isə Nəfəsin özü ilə bağlı daha bir iddiası var. Azərbaycanda ən böyük fanat kütləsinə sahib müğənnilərdən biri olduğunu deyir. Bəs bütün bu iddiaların və qalmaqalların arxasında əslində necə bir həyat hekayəsi dayanır? Bugün Nəfəsin çoxlarının bilmədiyi həyatından danışacağıq. Aman nəfəs, yanım nəfəs, canım nəfəs. Əslən Tərtər rayonundan olan müğənni Nəfəs, yəni Günel Məmmədli 6 iyun 93-cü ildə Bakıda dünyaya göz açıb. Müğənni sənətə gələndən sonra adını Nəfəs olaraq dəyişdirib. Efirlərin birində bu barədə danışarkən daha tez tanınmaq üçün belə bir ad seçdiyini bildirib. Heç kimin ağlına gəlməyən ideya mənim ağlıma gəldi. Bu adla uğur qazandım deyib. 15 yaşında ailə həyatı quran ifaçının həyat yoldaşı özündən 6 yaş böyük olub. Atasının istəyi ilə baş tutan bu evlilik qısa müddətdən sonra bitib. Müğənni ayrılıq səbəbi haqqında heç yerdə açıqlama verməyib. Onun bu evlilikdə Murad və Nuran adında 2 övladı dünyaya gəlib. 2 bacısı və 1 qardaşı olan ifaçının atasına övladlarından ancaq onun toyunu görmək nəsib olub və Nəfəsin evliliyindən qısa müddət sonra o dünyasını dəyişib. Nəfəs ailəsi ilə birgə 2009-cu ilədək kirayədə yaşayıb. 2 oğlum var. Allah bütün balaları qorusun. Böyükdülər, yoxsa balacadılar? 10-11 yaşları var. Həyatda ən böyük mükafatlarım. Zubi oxumusan onu sən də? Zubini bir məclisdəydim. Oxutdular. Orada oxudum. Yəni ondan sonra gördüm ki Zubiyəm. Maral Tahir qızı kim deyirsən sözlərə? Yoxsa bilirsən necə? Yo, bilirəm. Sözləri necədir deyin gör. Mən o mahnının mənim uşaqlığım mahnıdır. Aha. Zubi, ha, zubi, zubi. Zubi, la 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 la. 11-16 yaşlarından musiqi ilə məşğul olan Nəfəs 2018-ci ildən populyarlaşmağa başlayıb. Elə Nəfəs adını da tez populyarlaşmaq üçün seçib. Akşin Fatehlə duet oxuduğu Yarəm mahnısından sonra daha da məşhurlaşıb. Bir müddət sonra isə aralarında münaqişə yarandığı üçün onların duet ortaqlığı pozulub. İfaçı səbəb kimi Akşinin ondan xəbərsiz Vəfa Şərifova ilə duet oxumasını göstərib. Mənlə iş birliyi ola-ola Vəfa Şərifova ilə duet hazırlamışdı. Mənə dedi ki, onunla oxuyum, sonra bəlkə sənlə də oxuyaram. Bunu heç cür qəbul edə bilməzdim, çünki biz iş birliyinə başlayanda mənə şərt qoymuşdu ki, heç kimlə oxumayacaqsan. Hər hansı müğənni təklif etsə, rədd edəcəksən. Hətta telefon nömrələrini belə dəyişdirəcəksən ki, sənə çata bilməsinlər. Mən də duet ortağı olduğumuz üçün hər şeyə razı olmuşdum. Amma onun belə hörmətsizlik etməsi xətrimə dəydi. Nəfəsində güllərdən çələng olsun, zərəsində fillərdən çələng ola. Fərqi yoxdur ya kiçik qəşəng ola, ola bilər indi gələn qəşəng ola. Sənəti ola bilməz sənətim qədər, sənəti ola bilməz sənətim qədər. Bağışlayın qəza törətmişəmsə, əvvəlki yolları getmişəmsə, sizlər üçün hər nəyi etmişəmsə, olsun halal xoş bu zəhmətim qədər, olsun halal xoş bu zəhmətim qədər. Məndə sevgi də var nifrətim qədər. Aralarındakı mübahisədən sonra sənət aləmində Akşinə görə məşhurlaşması ilə bağlı tez-tez fikirlər eşidən Nəfəs maqazin verilişlərindən birində məsələyə bu cür aydınlıq gətirərək bildirib. Təzə-təzə səhnəyə addım atırdım. Bir ay çəkmədi ki, məşhurlaşdım. Bunu özüm etdim. Akşin də bir restoranda çıxışımı görüb mənə təklif elədi ki, birlikdə oxuyaq. Düşünürəm ki, o bir vasitəçidir. Allah onu mənim üçün göndərmişdi. Amma Yarəmi tək ifa etsəm də bir neçə aya tanınacaqdım yenə. Buna əminəm. Akşin sadəcə prosesi surətləndirdi. Onu da qeyd edeyim ki, müğənni Akşin Fatehlə aralarında hazırda heç bir problem yoxdur və yeni duetləri ilə sevənlərinin qarşısına çıxmağa davam edirlər. Bacı olar sizdən bir söz soruşum? Can, əlbəttə buyur. Yanlış anlama, sənin nə dərdin var? Yox uşaqlar, dərdim yoxdur. Sadəcə işdən çıxmışam, çox yorğunam və sizi dinləməyə gəlmişəm. Yox ay bacı,
Yaşımız az olsa da ürəyimiz yaradıcıdır. Hiss elədim ki, nəsə probleminiz var. Yox uşaqlar, sadəcə mən bu məkanı çox sevirəm və sizi dinləməkdən zövq alıram. Keçən dəfə də siz bizə qoşuldunuz. Hər şey başa düşmək olurdu. Hə, keçən səfər maşallah hər üçünüz gözəl ifa edirsiniz. İnşallah səsiniz daha uca yerlərdən gələr, çox istedadlısınız. Onda biz oxuyaq, siz zövq alın. Əgər ürəyiniz istəsə, bizə qoşularsınız. Şou biznesə atdığı ilk addımlarından oxuduğu mahnılara görə daşqalaq edilən ifaçı müsahibələrinin birində bu barədə danışarkən bildirib. Bizi sevən insanlar üçün çalışırıq. Bugün tərzimi də onlara uyğunlaşdırıram. Mən əslində başqa bir tərzdə dünyaca məşhur pop ulduzlar kimi çıxışlar edə bilərdim, amma məni belə sevdilər. Çox təəssüf ki, bugün mənim janrımda olan mahnılar daha çox sevilir. Mən də bu mahnıları oxuyub insanların sevimlisi oluram. Onu da deyim ki, Nəfəsin fanatları ilə bağlı iddialı açıqlaması olub. 2025-ci ildə Nəfəs özünü Azərbaycanda ən böyük fanat kütləsinə sahib ifaçılardan biri, hətta ikinci ən böyük fanat kütləsinə sahib sənətçi kimi təqdim edib. Bu, onun şəxsi iddiasıdır. Fanatlarının aktivliyi xüsusi vurğulayaraq deyib ki, bəzi fanatları toylardakı çıxışlarını hətta özündən də əvvəl sosial şəbəkələrdə paylaşırlar. En çetin anlarımda sen ol benim yanımda. Sene canım sevgim feda. Ölebilirim yolunda. Kaç mene kaç, kaç mene kaç. Üşüyürüm kucağını aç mene aç. Kaç mene, kaç mene. Səhnəyə gəldikdən sonra onu dəstəkləyənlərdən biri də xalq artisti Röya Ayxan olub. İfaçının sözlərinə görə Röyanın ifa tərzi ilə bağlı ona yazdığı xoş sözlər onu daha da ruhlandırıb. Sənətdə irəliləməsi üçün ona motivasiya verib. O hazırda olduğu yerdən də yüksəkliyə layiq bir insandır. Vaxtilə Röyadan gözəl sözlər eşitmək mənim üçün böyük dəstək idi. 2 övlad anası olan sənətçi ana kimi xoşbəxt olsa da qadın kimi hələ tam xoşbəxtlik tapmayıb. Müğənni ilə ailə qurmaq istəyənlər çox olsa da, o təklifləri geri çevirib. Sənətçi evlilik həyatına birdəfəlik son verib. Yenidən evlənməsi ilə bağlı şayələrə isə efirlərdən birində verdiyi bu açıqlama ilə son qoyub. Özüm boyda övladlarım var. Onların üstündə yeni bir ata olmasını istəmərəm. Amma sevgisiz də qalmaram. Xanım tək yaşayırsa, hər axşam evə gedəndə başını yastığa qoyub ağlayır. Ən çətin günlərim də məhz o günlər olub. Nəfəs xanım var sevgi? Sevgisiz insan yaşayabilmez. Sevirsiniz hal-hazırda. Bəli. Kimi? Onu. Adı nədir? Bax, bir cəsarətli xanım kimi. Buradan deyə bilərsiniz, məsələn də, filan kəs adını deyirsiniz, mən səni sevirəm, deyə bilərsiniz buradan. Mən belə bir şey deyim ki, mən şəxsi həyatımda sevgilim olsa belə onu paylaşmaram. Çünki çox qısqancam. Yəni, yaxşı ki... Adını deyən kimi hamı gelib deməyəcək ki, qardaş sən idin, o nəfəs deyən. Adını demirəm, adı mənasında demirəm. Yəni, şəkil barəsində deyirəm ki... Şəkil bildim, yox. Özəl həyatımı üzə çıxartmağı... Şəkil istəmirəm. İstəyirəm belə səmimi, bax elə o kamera sizi göstərir. Belə baxasınız, deyəsiniz də, indi adını siz bilirsiniz də. Məsələn, səni sevirəm, belə. Deyin də. Onun adı da, özü də mənim qəlbimdədir. Dömürü. İfaçının adı ara sıra yüksək məbləğ pullarla yanaşı çəkilib. O, anasına 270 min manata aldığı villa və özünün 250 minlik bağı ilə gündəmə gəlib. Çoxlarını düşündürən bu qiymətdə bağı ona kim alıb sualına Nəfəs bu cür aydınlıq gətirib. Çox istərdim deyim ki, yoldaşım və ya sevgilim alıb. Xanım kimi mən də bir bəy tərəfindən qürurlanmaq istəyirəm. Amma elə deyil. O bağı öz əziyyətimlə almışam. Mənbələrdə ailənin 2009-cu ilə qədər kirayə evdə yaşadığı qeyd olunur. Atasını çox erkən yaşda itirib. Nəfəsin açıqlamasına görə atası 42 yaşında dünyasını dəyişib. O, atasızlığın və köməksizliyin çətinliyini yaşadığını bildirib. Ailədə 4 övlad olublar. Nəfəsin 2 bacısı, bir qardaşı olduğu, bacısı Fatimə Məmmədlinin də həvəskar şəkildə musiqi ilə məşğul olduğu bildirilib. Nəfəs qardaşına avtomobil aldığını da açıqlayıb. Müğənni televiziya proqramlarından birində boşanma səbəbindən də söhbət açıb. Yaşadıqlarım mənim üçün zərbə oldu, amma yenə də yıxılmadım. Övladlarıma görə dirənərək yaşayacağam. Anam da mənim taleyimi yaşayıb, övladlarıma görə körpüləri yandırmadım. Nənəsi, babası, atası kömək edir, maraqlanırlar. Maddiyyatla ata ola bilərəm.
mənəviyyatla ola bilmərəm. Övladlarımın atasız qalmağını istəmərəm. Səhnə elə bir şeydir ki, orada çıxıb əgər səhnəni hiss etmirsənsə, oynadığın, oxuduğun mahnını hiss etmirsənsə, yəni sən o səhnəyə çıxmamalısan. Və mən də düşünürəm ki, səhnədə mahnılarımın haqqını verə bilirəm. Mən əslində çıxmamışdan öncə izləyirdim müğənniləri. Səhnədə belə performans göstərən və mahnısını hiss edərək oynayan çox az müğənnilərimiz var idi. Təbii ki, xalq artistlərimizə bu şamil deyil. Amma yəni bu sferada çox az idi da. Amma mən çıxandan sonra artıq toyda insanların içinə girdilər. Mənim təqdidimi belə deyirlər də, oxşarlığımı edərək. Bəli. Girdilər, sonra tamaşaçılarla xoş ünsiyyət daha da yaxından göstərməyə çalışdılar. Bəli. Sonra mənim hər zaman səhnədə bir hərəkətim vardı ki, belə o zaman tanınanda da deyirlər ki, Çiğnatan qız. Çiğnatan qız. Çiğnatan qız. Ondan sonra çox müğənnilər başladı bədənləri ilə də rəqslərini göstərməyə. Tək yəni əl-qol yox, bədən də artıq işə düşdü. Yəni, hər halda yenə də sözümü ora gətirirəm ki, nümayəndəsiyəm və yaxşı nümayəndəsiyəm ki, bugün bir çox xanımlar özlərini mənə bənzədir. Aha, yaxşı, o bir hərəkətə bənzədən var özünü, yoxsa hələ yoxdur? O bir an var, bir moment var, yerə oturursan, yerdə oturursan. Ona canım, cəsarət lazımdır. Hələ tam cəsarətli insanlar yoxdur. Olsunlar, onu da eləyəcəklər. Amma onu da deyim ki, bu qədər tənqidlər, iradlar olunsa da, reallıqda ən çox dinlənən musiqiçilərdən biri də məhz Nəfəsdir. Tənqid edilsə də dinlənilir. Hər mahnısı milyonlarla izlənmə toplayaraq trendə girməyi bacarır. Hər halda nəfəsi bol olsun.